Tiqranaşenin Kərkinin təhvil verilməsi ilə Ararat, Vedi və Sünik Zəngəzur daxil olmaqla cənub bölgələri iki hissəyə bölünəcək. Sisyan, Vayk, Paşalı və digər yerlər Azərbaycanın nəzarətinə düşəcək. Bu o deməkdir ki, Tiqranaşen təhvil verilən kimi Araratdan Sünikə gedən bütün yollar Azərbaycan ordusunun nəzarətinə keçəcək. Bu barədə təhlükəsizlik üzrə erməni ekspert Hayk Nahabetyan deyib. Erməni ekspert qeyd edib ki, hazırda Ermənistanın Gürcüstana iki yolu var. Onlardan biri Tavuşdan keçir və əsas sərnişin axını da bu istiqamətdədir. Stat. Paşinyanın dediyi kimi Tavuş istiqamətində anklavlar təhvil veriləcəksə, Gürcüstana gedən yol da bu ərazidən keçən Rusiya-Ermənistan qaz kəməri də Azərbaycanın nəzarətinə düşəcək. Hayk Nahabetyan Paşinyanın başkənd haqqında dediklərinə də toxunub. Erməni baş nazir bildirib ki, Azərbaycana məxsus anklavlar qaytarılacaq. Əvəzində onlar SSR-də ermənilərə verilmiş və Ermənistan anklavı kimi qəbul edilmiş başkəndi alacaqlar. Erməni ekspert isə hesab edir ki, başkəndin Ermənistana verilib verilməməsi heç nəyi dəyişmir. Artsvaşen başkənd verilsə də ermənilər gedib orada heç vaxt yaşamayacaq. Əgər Tiqranaşen Kərkinin Naxçıvana qonşudursa, Artsvaşen Azərbaycanın içərilərindədir. Kim gedib orada yaşayacaq? Heç kim. Əslində Paşinyan Artsvaşeni alacağı adı altında Tiqranaşeni və digər əraziləri verəcək. O iddia edib. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar diqqət mərkəzindədir. Sözsüz ki, əsas diqqət İrəvanın davranışları üzərinə fokuslanıb. Amma hər halda Ermənistan tərəfi üzərinə düşən məsələlərdə etmə imkanına malik olduğu işləri görməyə çalışır. Bu sözləri Teleqrafa Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib. Deputat sərhədlərin delimitasiya və demarkasiyası məsələsində Zəngəzur dəhlizinin Tramp marşrutunun keçəcəyi ərazidən növbəti dəqiqləşdirmə işlərinin başlanılması ilə bağlı verilən qərara diqqət çəkib. Stat. Sözsüz ki, gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş nazir Nikol Paşinyan üçün indidən çətin durum yaranıb. Amma nə olur olsun, Paşinyan öz hakimiyyətini saxlamağa çalışmalıdır. Eyni zamanda onun götürdüyü öhdəliklər var. Artıq bu işlərin icrasına başlanılıb. ABŞ tərəfindən rəsmi şəxslərin Ermənistana səfəri çərçivəsində də əldə edilən razılaşmalara uyğun olaraq onların hansı işlər görəcəyi dəqiqləşməlidir. Bütün bunların fonunda Paşinyanın bu məsələdən boyun qaçırmaq niyyəti də hiss olunmur. Rasim Musabəyov Ermənistanda daxili gərginliyin daha da artacağı fonunda seçkilərin bir qədər önə çəkilməsi ehtimalının da mümkünlüyünü söyləyib. Stat. Əslində bu mümkündür. Paşinyan seçki hazırlığına vaxtından daha tez başlayıb. Artıq onun təmsil olunduğu partiya platforma və proqramını da təsdiqləyib. İndi isə namizədlərin siyasi formalaşdırılır və qərargah yaradılır. Bu onu göstərir ki, baş nazir seçkinin vaxtını yaydan yaza çəkmək niyyətindədir. Statın sonu. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.